like open doors, leading you down into my core, where I'll become so numb without a soul. My spirit sleeping somewhere cold until you find me there and lead it back home. Wake me up inside, wake me up inside. Call my name and save me from the dark. Be my box you run before I come undone. Save me from the nothing I'll become. Bring me to life. Frozen inside, without your touch, without your love, darling, only you are the light among the dead. Wake me up inside, call my name and save me from the dark. Be my box you run before I come undone. Save me from the nothing I'll become. Bring me to Ne deyim axı? Dur gedək. Ne deyəsən? Bravo! Ne deyəsən? Tamari! Deyirəm, bu balaca gənc qızın canında nələr var imiş. Tərcümə elədiniz Cavid onu da. Eldar buyurun. Möhtəşəmdir Tamari, səni təbrik eləyirəm. Çox möhtəşəm bir açılışdı. Ümumiyyətlə bir notlardan da, yəni texnika baxımından danışmaq istərəm. Sadəcə oturub bir konsertə baxdım. Biz ustadlar tərəfindən dəfələrlə Bəli. söylənilmiş bir sözdür. Bu bir sözün əsl mənasında konsert bir çıxışı idi. Hər birimizi təbrik eləyirəm. Çox möhtəşəmdir. Çox möhtəşəm. Təşəkkürlər Röya xanım, davam eləyək sizinlə. Tamara, yadındadır da mən səni necə qucağıma götürdüm. Ondan sonra hələ də belim ağrıyır. Səni halal eləyirəm Murada. Bu nə möhtəşəm enerjidir qızım. Mən sənə deyim ki, səni mən qucağıma qaldırdım, elə də yəni belə kilon yoxdur. Amma sən nə ağırlıqda bir əsəri öhdəsindən gəldin. Və hətta deyim ki, daha çətin eniş yoxuşlar eləyib mahnıda originaldan. Mən valla nə deyim, səni təbrik eləyirəm, Muradı təbrik eləyirəm. Teşekkürler. Məncə səni Azərbaycanda sevəcəklər və mütləq sən Azərbaycan dilini öyrənməlisən. Kavuşarım. Vəssalam. Zülfiyə xanım, siz də Eldar Qasımov kimi özünüzü konsertdə ilk sırada oturanlardan biri kimi hiss edirdiniz. Sözsüz, bilirsiniz, Tamarin haqqında çox söz demək olar və sözsüz sadəcə susub ifadələr və öz emosiyalarını qabarıq surətdə göstərə bilərsən. Tamari, səni təbrik eləyirəm. Öz yolundan çıxma elə, davam elə, get. Səhnələr səni gözləyir, böyük səhnələr. Razıyam sizinlə, bu çıxış haqqında çox danışmaq olar, amma ən çox danışan sonda danışacaq. Onu isə bir qədər sonra eşidəcəyik. Hələ ki biz Tamarini kulisə yolluyuruq.